Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz şagirdlər və vətənimizin mənəvi dəyərlərinə sədaqət göstərən hər bir insan. Gələcəyin işığı FM-in bugünkü xüsusi buraxılışında sizi salamlayıram. Mən məktəbimizin İngilis dili müəllimi Ülfət Əzizova. Şəhidlik məfhumunun yüksək mənəvi yükünü və milli kimliyimizin fundamental dayaqlarından biri olan qəhrəmanlıq ənənələrini dərindən ehtiva edən bu verilişi təqdim etməkdən şərəf duyuram. Bugünkü efirimizdə 17 dekabr 1990-cı ildə dünyaya gəlmiş və 29 noyabr 2020-ci ildə vətən uğrunda mərdliklə döyüşərək əbədiyyətə qovuşmuş şəhid baş leytenant Vüsal Kamranoğlu Kəzimovun əziz xatirəsinə həsr olunmuş geniş, elmi, analitik və mənəvi yönümlü bir təqdimatla qarşınızdayım. Bu buraxılışın əsas məqsədi təkcə şəhidimizin bioqrafiyasını təqdim etmək deyil, onun həyat yolunu, şəxsiyyət modelini, milli təhlükəsizlik və vətənpərvərlik kontekstində göstərdiyi şücaəti həm tarixi faktlarla, həm psixoloji təhlillərlə, həm də sosial-humanitar çərçivədə şərh etməkdir. Çünki Vüsal Kəzimovun timsalında bir insanın vətənə sevgisinin, əqidəyə sədaqətinin və peşəkar hərbi hazırlığın hansı yüksək zirvəyə ucaldığını elmi dildə təqdim etmək gələcək nəsillər üçün həm nümunə, həm motivasiya, həm də dəyər sisteminin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Əziz dinləyicilər, Vüsal Kəzimovun ömür yolu sadəcə bir insan taleyi deyil. O, sosial-psixoloji model kimi araşdırıldıqda gənclərin milli kimlik şuurunun formalaşmasında strateji əhəmiyyət daşıyan nümunələrdən biridir. Onun doğulduğu Yuxarı Ürədi kəndi coğrafi baxımından Cənub bölgəsinin zəngin tarixi, mədəni mühitini, sosial dəyərlərin nəsildən nəsilə ötürüldüyü bir mühiti əks etdirir. Bu mühitin təsiri ilə yetişən Vüsalın xarakterində həm ailə tərbiyəsinin nümunəvi istiqaməti, həm də milli dəyərlərə bağlılığın inteqrasiya olunmuş forması özünü aydın şəkildə göstərirdi. Psixoloji tədqiqatların nəticələrinə əsasən, uşaqlıq dövründə formalaşan məsuliyyət hissi və düzgün davranış strategiyası insanın gələcəkdəki qərar vermə proseslərinə güclü təsir göstərir. Vüsalın həyatında da bu keyfiyyətlər Azərbaycan zabitinə xas mənəvi güclə birləşərək onu milli ordunun əsl hərbili yerinə çevirdi. Onun təhsil və peşəkar hazırlıq mərhələlərində göstərdiyi iradə, məntiqi düşünmə bacarığı, taktiki strateji yanaşma qabiliyyəti, hərbi xidmətdə onu daim ön sıralara çıxarırdı. Zabit olaraq o, komandirlərin yüksək etimadını qazanmaqla yanaşı, tabeliyində olan şəxsi heyət üçün həm nümunəvi rəhbər, həm psixoloji dayaq nöqtəsi idi. Müasir hərb elminin tələbləri arasında liderin emosional sabitliyi və qərarların vaxtında verilməsi xüsusi yer tutur. Vüsal Kəzimov məhz bu xüsusiyyətləri ilə seçilirdi. Onun döyüş tapşırıqlarını yerinə yetirmə tərzi, qarşılaşdığı təhlükələrə soyuqqanlı yanaşması, taktiki manevrlərin tətbiqində göstərdiyi ustalıq, müharibənin ən gərgin anlarında belə onun peşəkarlığını nümayiş etdirirdi. Əziz dinləyicilər, Vətən müharibəsi təkcə hərbi əməliyyatlar toplusu deyil. Bu müharibə milli iradənin, dövlətçilik düşüncəsinin və xalq birliyinin sərhədsiz gücünü göstərən tarixi mərhələdir. Bu mərhələdə 10 minlərlə qəhrəman döyüşçü kimi Vüsal Kəzimov da öz üzərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirərək müstəqilliyimizin möhkəmlənməsi naminə canından keçdi. Döyüşlər zamanı onun göstərdiyi fədakarlıq, əskərlərinin təhlükəsizliyini hər şeydən üstün tutması, şəxsi nümunə ilə rəhbərlik etməsi həm tarixi mənbələrdə, həm də silahdaşlarının xatirələrində geniş yer alır. Silahdaşlarının ifadələrinə əsasən, o, döyüş meydanının psixoloji gərginliyini azaltmaq üçün hədəflərə analitik yanaşır, vəziyyətin obyektiv qiymətləndirilməsinə xüsusi diqqət yetirir. Bütün qərarlarını yüksək məsuliyyətlə qəbul edirdi. Bugün onun doğum gününü qeyd edərkən, hər birimiz anlayırıq ki, şəhidlər heç zaman fiziki olaraq aramızda olmasalar da, milli yaddaşın ən parlaq səhifələrində əbədi yaşayırlar. Onlar tariximizin istiqamətini müəyyənləşdirən mənəvi dayaqlardır.
Elm sübut edir ki, cəmiyyətin yaddaşında qalıcı olan qəhrəman obrazları gənclərin motivasiya sisteminə ciddi təsir göstərir. Onların həyat məqsədlərini müəyyənləşdirmələrinə yardım edir. Milli qürur hissini gücləndirir. Vüsal Kazımovun timsalında bu təsirin aydın nümunəsini görürük. Bu geniş təqdimatda həm də onun ailəsinə olan bağlılığından, mənəvi dəyərlərə verdiyi önəmdən, şəxsi keyfiyyətlərindən bəhs etmək istərdim. Vüsal, xüsusilə insanlarla ünsiyyətdə sadəliyi, təvazökarlığı və məsuliyyətli davranışı ilə seçilən bir şəxsiyyət idi. Onu tanıyanların ifadələrinə görə, o, daim başqalarına yardım etməyə hazır olan, etik davranış qaydalarına ciddi riayət edən, insanlara hörmətlə yanaşan, yüksək insani keyfiyyətlərə malik bir gəncidir. Psixoloji baxımdan belə insanlar sosial mühitdə sabitlik və müsbət enerji yaradan şəxslər kimi qiymətləndirilir. Əziz dinləyicilər, bu buraxılışın məqsədi yalnız bir şəhidin həyatını qəhrəmanlıq nümunəsi kimi təqdim etmək deyil. O həm də bizə göstərir ki, vətən sevgisi, milli kimlik dərkimiz və dövlətçilik prinsiplərinə bağlılıq hər bir insanın daxilində daşıdığı mənəvi sərvətdir. Bu dəyərlər inkişaf etdikcə cəmiyyətin təhlükəsizliyi, dövlətin tərəqqisi və gənclərin gələcəyə olan inamı da daha da möhkəmlənir. Vüsal Kazımovun həyat yolu bu mənəvi sərvətin real təcəssümüdür. Bu buraxılışı boyunca onun haqqında təqdim etdiyim tarixi faktlar, sosial-psixoloji təhlillər, hərbi elmin əsaslarına dair nümunələr, həmçinin şəhidlik zirvəsinin mənəvi mahiyyəti hər birimiz üçün həm dərin düşüncə, həm qürur, həm də vətəndaş məsuliyyəti yaradır. Onun adını böyük ehtiramla yad edir, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Hörmətli dinləyicilər, gələcəyin işığı FM-in bu xüsusi buraxılışını dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Qoy vətənpərvərlik, birliyimiz və milli dəyərlərimiz tez zaman sarsılmasın. Mən Ülfət Əzizova, bu verilişdə sizinlə birlikdə olmaqdan qürur duydum. Növbəti buraxılışlarda yenidən görüşmək ümidi ilə hər birinizə xoş günlər arzulayıram.